xeyir olsun. Bu günlərin azadarlığımızın Məhərrəm ayının 4-cü günü ziyarətimiz öz axarında, öz qaydasında yenə davam edir. Hal-hazırda Ağcabədi rayonunun Qaradolaq kənd qəbirstanlığındayıq. 1-ci Qarabağ müharibəsində öz şirin canından keçərək şəhidlik zirvəsinə ucalan şəhid Hamlet qardaşımızın məzarı üstündə Allah'tan Hamlet qardaşımıza rəhmət diləyirəm və onu da qeyd eləmək istəyirəm ki, Hamlet bu kəndin tək şəhidi. 92, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, antiterror zamanı bu kənddən bir dənə şəhid var. O da şəhid Hamlet Məmmədov. Allah rəhmət eləsin, Allah ailəsinə, yaxınlarına səbir versin. Amin inşallah. Amin. Allah razı olsun sizden. Dördüncü günü Ağcabədi rayonunun Yeni Qaradolaq kənd qəbirstanlığındayıq. Şəhid Hafiz qardaşımızın məzarı üstündə şəhid Hafiz 44 günlük müharibədə öz şirin canından keçərək şəhidlik zirvəsinə ucalır. Allah'tan ailəsinə, yaxınlarına səbir diləyirəm. Amin inşallah. Allah mübarək təala Hafizin timsalında Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət eləsin. Amin. Onları şəhidlər sərvəri bu ayın şəhidi İmam Hüseynlə məşhur olur. Amin inşallah. Allah qəbul eləsin. Amin. Buradan sonraki ziyarətimiz Ağcabədi rayonunun Kəbirli kəndidir. Onunla da inşallah bu günə olan, 4-cü günə olan ziyarətimizi yekunlaşdırırıq. Allah qəbul eləsin. Allah razı olsun sizden. Azadarlığın 4-cü günü bugüne olan son ziyaretimiz. Hal-hazırda Ağcabədi rayonunun Kəbirli kənd qəbirstanlığındayıq. Bugünkü gündə bak burada durduğumuz bu otaqda 3 tane şəhidimiz uyur. Allah'tan hamısına rəhmət diləyirəm. Amin. Allah hər birinə rəhmət eləsin. Allah mübarək təala bu ayın şəhidi İmam Hüseynlə məşhur eləsin inşallah. Amin inşallah. Bugünkü gündə ziyarətdə bizlə bərabər şəhidimizin valideynləri, ataları da iştirak edir. Allah onlardan razı olsun. Amin inşallah. Allah köməyiniz olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Sənə öz minnətdarlığımı bildirirəm. Çox sağ ol görsən. Hər bir tədbirdə şəhidlərimizi anmışsınız. Yaddan çıxartmışsınız bizləri. Allah sizi var eləsin, sizə sizi eləməsin. Canınızı sağ eləsin. Allah köməyin olsun. Günləri qoyar. Zorların bu əməl davamında eşitlər. Bir söz var, onda olur deyil.
bu ali təhsil alanda işte bunları kətdə yaşlılar da görəndə deyirlər ki, bunlar kimi uşaqlar. Düzdür. Orada kəndən əlaqələri yox idi. Məktəbi qutarıblar, instituta qəbul olublar, oxuyublar. İşte, soruşur, görəndə deyirlər ki, bak kim nə olsun. Bu sözlərini deyirlər, indi hamı Allah size sabır versin. Türkiye'den kurtulan okul dayandı.